arkadaşlar, bugünlerde yeni video ile karşınızdayım. Her şeyden falan dostlar, bugün yeniden başlayırıq. Yeniden YouTube'a başlayırıq. O birisi seridir, Survival'da onları unuttum. Bu sefer başka cür olacak. Abone olup like attıysa videomuza keçək. Tez şəkildə odunuzu qıraq. Modlu Survival'ın birinci bölümüne hoş geldiniz. Bu Survival dostlar biraz xəstələnmişəm. Səsim tam çıxmır. Bu modlu Survival'da modlar var. Məsələn, elə bir o vaxtın modlarda orta çağ modları yüklədim. Ondan hamısını şeyde oradan buradan tapdım. Dedim qoy yükləyim görüm bu nədir. Sonra yüklədim, Creative'də başqa dünya açdım. Gördüm qəşəngdir. Dostlar elə qəşəngdir. Mağaralar çıxa bilirdi. Belə o vaxtın mağaraları, köylərdə qəribə şeylər, köylərin atları da olurdu. Amma dağlıq ərazilərdə olurdu. Buradan biz odumuzu çevirək. Çalışma masası. Birinci baxacağım. Birinci ondan tapmaq istəyirəm. Dağlıq ərazi var burada. Burada tez qazmamızı eləyək. Birazcık da ət qazdım. Ətrafda domuzdu, inəkdir. Buralar da yəqin çıxarır. Bu o nədir? Nədir? Ayda, sevinmişdim yala. Nəysə, bir baxaq görək nə var, nə yox. Axşam da olur ha. İnək, aynı. Domuzcuq. Domuz. Aslında Minecraft'ta ya burada bir domuz yəqin ki yemək olar da. Oyun dostlar bu. Həqiqi həyatda haramdır ama bu oyundur. Aha. Köy. Bəxtimizə köy tapdıq. Baxaq o qurduğum modlardan ne var burada. Mob deyirəm, mod. Köylü qardaş, niyə bura çıxmısan? Desəm atmış. Enyək. Uy, dəmir qoyuram qardaşlar orada. Baxaq. Nə qurmuşdum həmə? Yataqlara baxın görüm hələ, evlərə. Buy. Bura artıq mənimdir. Bura gələ. Söyle. Burada ne var göre? Burada da bu varmış. Bunu da aldık. Oo, sandık. Bu çörek çıktı. Olsun. Bilinmeyen harita. Ben taşlarımı götürün bunlar. Ne oldu ya? Ben neyini uçuyorum? Sen ne satsan bakayım? Ne? Ayda. Bu mesar atarım. Gezek. Sen öldürərdim. Ama neyse de. Köylülerin başçısı. Hətta sonra dəmir qoyuram da mod yükləmişəm. O vaxtında güclüdürlər. Məsələn, savurma gücləri çoxdur. Burada da heç nə yoxdur yəni ki. Neyse, ta gedirəm. Da niyə? Bura nədir?
Sen getdin. Qaçarsa siz də mənimsiz. Qurban bayramı kimi. Hə dostlar, Qurban bayramımız mübarək olsun. Hamımızın Qurban bayramı mübarək olsun. Gedin Qurban bayramında sevdiklərinizlə, dostlarınızla vaxt keçirində başqa şey eləmək, başqa telefon oynamadı, hər şeylər məncə pisdir. Çünki mən ayda onlara baxırlar. Qaş qaş qaş. A? Bu. Örümcək qardaş. Yer get də. O mağara tapdım. Tez yer. O mağara. Mağaramız oldu dostlar. Buradan sandık eləyik, yerləşək buraya. Sandık. Yani fırın. Başka bunlar da çevre. Çevre. Oo, ne kadar oldu ya? Bizim bu 96 tane çörek. Bu bizim Allah bilir. Survival'ın bir 4 bölümlük, 5 bölümlüğüne CV yeter. Eşek. Tövbe. Güzel. Şimdi sandıkları da bura koyuram. Ya da yoya. Oy kulağımı şişirdi. Bence varil eləyə varil de. Yazdım bura. Orada bu nədir? Yıxıq portal. Koş. Nasıl evdə göstərəcəm. Elə qəşəng oldu. Ev deyirəm, mağara. Adı halkasına düşmüşdü. Oha. Koruma 4. Allah'ım. Elave. Bu nedir? Hə, bu. Oha. Çakmak. Böyle. Ama aslında bir 2-3 bölümlük bunlar işlədir. Ama ne qəşəngdir. Qazmaya baxın, kürək elə belə. Ama qılınc sən qəşəngdir. Oyda. Hə, evdə belə oldu. Bunları koydum, bunu elədim. Belə. Bunu hardan tapdınız deyəsə köydən. Köyün bir tərəfində tapdım. Blok qurmuşdum, ondan tapdım. Başqa da ki belə oldu. Bunu da döndüyüm yanacaq. Sizcə yanar. O bu yandı. Biz indi nə edək? Bir maden acı. Yat. Oy. Dostlar, məyəxdən gəzirəm. Mədən eləmək istəyirəm, amma mədən yer tapamıram. Altıma qazıram, heç nə çıxmır. Və belə yuxarı çıxmır. Burada nə yemək biz? Güneş çıxır, dedim bəlkə batırına. İndi buradan gedək. Bizim evdə də şəkər qamışı var dedi. Onu da əkərik. Bunu da götürüm əkib bizim evin yanına. Bu qoyunlar da qorxmayın, yeməyim var. Yoxsa
yemeğim olmasaydı öldürəcəm. Vallahi bak. Nerede bura əkim? Qabaqlardakı bölümlərdə lazım olacaq bizə. Bizim evdə də vardı, onun adı geçir. Sonra bölümümüzün yavaştan sonuna gəlir. Hə, bura qoymuşam. Qır. Deyirəm bunlar. Dedim bəlkə də gəl, batıq gəmi deyə oradakı. Biri. Ayda evimiz de süper oldu ha. Süper oldu evimiz. Dostlar videomuzun sonuna gəldik. Əgər videoyu bəyəndiysə aşağıdan like atmağı unutmayın. Hələlik Survivor'un indi mən bu bölümü çəkdiyim gün 9 Haziran'dır. Yəni 9 iyundur. Bunu mən bir 10 iyunda sazda yəqin ki paylaşarım. O zaman like atıp abone olduksa sağ olun, özünüze yaxşı baxın.